Qaynananız tərəfindən gündə tərif eşitmək istəyirsinizsə, onda bu resepti mütləq yoxlayın. Çox sadə reseptdir. Bilənlər yəqin ki var, amma bilməyənlər üçün deyirəm. Göylü uşqulaq reseptidir qızlar. Mütləq qeyd edin. Bayram süfrənizdə birinci gün yanında çox gözəl görsənir. Deməli, yarım dəstə çöl kişnişi istifadə etdim. Yarım dəstə çüyüt, kişniş və eyni zamanda pazıbaşı və yaxud da ıspanaq da istifadə edə bilərsiniz. Xırda-xırda soğan doğradım. Nar varsa nar, yoxdursa sumaq və soğan. Bir də duz əlavə etdim. Hamısını aş süzəndə gözlədim təmiz suyunu salsın. Ondan sonra belə uzun dönər lavaşını kəsirik və bu formada qoyub üç qulaq formasında pükürük. Çox sadə bükmü var və yağda qızardıb nuş edirik. İnanın ki, əgər qaynananız sizə bacarıqsız deyirsə ki, əlindən bir iş gəlmir, onda bunu yoxlayın, verin gitsin. Görün ondan sonra sizə tərifdən başqa nə deyəcək. Həqiqətən çox sadə reseptdir və dadlı reseptdir. Eyni zamanda uşaqlarınızın məktəb sumkasına da qoya bilərsiniz, atışdırmalıq kimi. İnanın, həm də doyumculdur qızlar. Bunu da sizə deyim ki, çox doyumculdur. Mən əvvəl bunu bilmirdim. Sonra məclislərdə görəndən sonra öyrəndim və gördüm ki, çox sadə reseptdir. İnan, kətədən qat-qat sadədir və qat-qat dadlıdır. Və qızlar, yağda qızardan zaman boşqabın içərisinə salfetka qoyun ki, qızardıb götürəndən sonra salfetkanın üstünə düzün ki, qoyun yağını salfetkaya ötürsün. Mən də yarım dəstə göylərdən istifadə edərək tam-tamına cəmi cümlətanı 32 dənə çıxdı. Bu formada da pükdüm qəşəng və qızmar tavada, yağda qəşəng o yan bu yan qəşəng belə sarı kök kıvamı, qırmızı rəngini alana qədər qızartdım. Çox da yandırmağa ehtiyac yoxdur, onda çox quruyur. Amma ki, vamxodda qızardın ki, içi də pişsin, yəni göy falan çiğ qalmasın. Vamxodda qızardın, o yüz bu yüz. Çox sadə, asan, gözəl bir reseptdir, həm də dadlıdır. Dediyim kimi, qaynananızın yanında gözə girmək istəyirsinizsə, mütləq bu resepti etməyiniz vacibdir. Və eyni zamanda sizə yararlı oldusa bu postumuz, səhifəmə takip atmağı unutmayın. Çünki daha gözəl postlarımız inşallah gələcəkdir, gələcək. Hələlik qızlar, çox sevirəm sizləri. Bay bay.